Bəhruz bəy, elə ilk olaraq Tehranın Abbas Araqçının açıqlamasına diqqət yetirmək istərdim. Tehran münaqişəyə müvəqqəti deyil, tam və qəti şəkildə son qoyulmasında maraqlıdır. Abbas Araqçı deyib. Verilən açıqlamalar, digər açıqlamalar belə deyək, atılan addımlar da bunu təsdiq edirmi? Bu istəklərini təsdiq edirmi? Əslində, İran da, Amerika Birləşmiş Ştatları da, İsrail də münaqişəyə bir an öncə son qoyulmasını arzulayırlar. Amma hərə öz şərtləri ilə. İsrail bu münaqişənin hansı şərtlərlə başlamışdı, nəyə arzulayır və hədəfləyirdi, onun yerinə getərək münaqişənin başa çatmasını, İran eyni zamanda öz hədəflərinin daxilində, həm də Amerika Birləşmiş Ştatları da öz məqsədlərinin realizəsi fonunda münaqişənin başa çatmasını arzulayır və düyün nöqtəsi də buradan yaranır. Bilirsiniz ki, münaqişə artıq tam aktiv fazada deyil, düzdür, yüksək hərbi gərginlik var, amma çox kövrək bir, natamam bir sülh ortadadır, dırnaqarası bu sülh adlandırmaq olar bunu. Çünki hər an silahlar işə düşə bilir və zaman-zaman da düşür. Necə ki, İranın aidiyyatı üzrə, deməli, Birləşmiş Ərəb Əmirliyinin ərazi sularına və quru ərazilərinə raketin atılması ilə bağlı bəyanatların yayıldığı kimi. Təksib etsələr belə? Bəli. İran tərəfi təksib edir, amma Birləşmiş Ərəb Əmirliyi də özlüyündə lokasiya və s. istiqamətdə sənədləri, vizual sənədləri hətta ortaya qoyur. Bütün bunların fonunda biz görürük ki, İslamabad memorandumu, hansı ki, iyun ayında münaqişənin aktiv fazasını dayandırmasına nail olmuşdur. Hansısa formada formallığını saxlayır, amma nəticə etibarilə gərginliyi azaltmayıb, əksinə gərginlik yeni həddə çatır və hətta arealın genişlənmə ehtimalı da var. Arealın genişlənmə ehtimalı ondan irəli gəlir ki, əslində siz indi burada iki xəbər ardıcıl dediniz. Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi və aidiyyatı idarələr birlikdə artıq yaxın şərqdəki bazalarla bağlı islahatlar həyata keçirmək istəyirlər. Yəni, İranın mütəmadi hücumlarına məruz qalan bazaları ya ləğv etmək, ya birləşdirərək daha qərbə, daha uzağa çəkmək, amma Sepah da buna adekvat yerində cavab verdi ki, Amerika Birləşmiş Ştatlarının bazalarının olmayacağı təqdirdə hədəf daha fərqli istiqamətlərdəki bazalardır. Hətta Balqaristanda, eyni zamanda Balkanlarda, Kipr'dakı bazalar ola bilər. Bu, əslində bu blef sayıla bilər ilkin məqamda. Amma İranın balistik raketlərinin gücünə biz baxdıqda, qitələr arası raketlərinin gücünə biz baxdıqda, İranın bunu etməyə qadir olduğu artıq sir deyil. Ən azından ötən dövr ərzində əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Düzdür, indi biz İrana müharibədə qalib kimi baxa bilmirik. Mütləq qələbə ortada yoxdur. Nə Amerika Birləşmiş Ştatlarında, nə İsraildə, nə İranda. Amma istənilən halda baş verənlər proseslərin çox kövrək bir atəşkəs üzərində qurulmuş, yüksək gərginlikdə ehtiva olunan bir situasiya kimi xarakterizə etməyə imkan verir. Bu arada NATO istənilən təhlükəyə qarşı mübarizəyə hazırdır və alyansın bütün üzvlərini müdafiə etmək üçün zəruri olan istənilən addımı atacaq. Bunu NATO rəsmisi İranın Avropadakı Amerika Birləşmiş Ştatları hədəflərinə hücum etməyi nəzərdən keçirməsi ilə bağlı məlumatları Reutersə şərh edərkən deyib, bizim çəkindirmə və müdafiə imkanlarımız güclü və effektlidir. O bildirib. NATO rəsmisi vurğulayıb ki, 40 günlük müharibə zamanı alyansın hava hücumundan müdafiə sistemləri 4 dəfə İran tərəfindən Türkiyəyə atılan ballistik raketləri məhv edib. Yəni, NATO da xəbərdarlığını etməkdədir bu arada. Yəni, əslində, NATO özünün daxili nizamnaməsinin müvafiq addımları atır, amma NATO həm də bu da xatırlamalıyıq ki, düzdür, ləğv edilib, məhv edilib havada atılan raketlər, amma eyni zamanda Türkiyə ərazisinə də birinci dəfə biz atəş açıldığını və raketlərin və yaxud deməli, insansız hava aparatlarının düşdüyünü biz görmüşük və müəyyən fəsadlara da yol açdığını görmüşük. Yəni, bütün bunlar ona deməyə əsas verir ki, heç kim indiki halda, indiki təhlükəli situasiyada heç bir təhlükədən sığortalanmayıb. O cümlədən də NATO-ya üzv olan ölkələr. Digər tərəfdən nəzərə alaq ki, bu NATO-nun Amerika Birləşmiş Ştatlarının müdafiəsinə qalxması kimi də qiymətləndirilməməlidir. Düzdür, Amerika Birləşmiş Ştatlarının ərazilərinə hansısa formada hücum olarsa, NATO nizamnaməsinə əsasən birlik ölkələri, yəni bütövlükdə birlik özü, alyans özü Amerika Birləşmiş Ştatlarının üzv dövləti kimi müdafiə etməlidir. Amma Amerika Birləşmiş Ştatları əməliyyatları ölkədən, deməli, alyansın sərhədlərindən kənarda, ölkənin öz ərazisindən həm də kənarda apardığı üçün
indiki halda NATO-nun hansısa formada məsələyə müdaxiləsi ağlabatan görünmür. O ki qaldı NATO-nun qeyd etdiyimiz kimi, bəli, əgər NATO-ya üzv olan hansısa ölkə hücuma məruz qalarsa, avtomatik olaraq mexanizm işə düşür. Amma indiki halda da NATO-nun bütövlükdə İranla üz-üzə gələcəyi, müharibənin bir parçasına çevriləcəyi bu qəti ağlabatan deyil. Aha. Amma bir məsələ də maraqlıdır ki, Hörmüz məsələsi tez-tez gündəmə gətirilir. Yəni gündəmdən düşmür, belə deyək. Və Hörmüz məsələsində də biz fərqli münasibət görürük. Xüsusən Amerika Birləşmiş Ştatları tərəfindən söylədilər. Amerika Birləşmiş Ştatları əvvəl Trump dedi ki, müharibəni udandan sonra öz ərazisi elan edə bilər Hörmüz boğazını. Amma sonra biz gördük ki, heç üstündən bir sutka belə keçməmiş Trump sosial şəbəkədə paylaşdı ki, Hörmüzü Amerika Birləşmiş Ştatlarının ərazisi elan edirəm. Və bu təbii ki, müəyyən reaksiyalar doğurdu İran tərəfdən, müəyyən reaksiyalarında şahidi olduq. Bir qədər sonra isə biz Omanı təhdid etdiyini də gördük, hərçənd ki, biz bilirik ki, İran Omanla birgə Hörmüz məsələsində müəyyən razılaşmalara əldə etmək istəyirdilər Hörmüzün idarə olunması ilə bağlı. Hiss olunur ki, Trump buna da müəyyən sərt reaksiya bildirdi və hətta Omanı təhdid də etdi. Biz indi bu Hörmüz məsələsində nə gözləyək? Müxtəlif açıqlamalar gəlir. Trump bundan əlavə deyir ki, Hörmüz açıqdır. Amma biz İran tərəfdən də eşitiririk ki, bizim nəzarətimizdədir. Nəyə inanaq? Əslində İran etiraf etmək lazımdır ki, Hörmüz rıçağından çox uğurla istifadə edə bilir. Düzdür, müəyyən məqamda İranın boğaz üzərində, gedişat üzərində nəzarət itirdiyi anlar, situasiyalar olur. Amma bütövlükdə proseslərin hazırki mürəkkəb inkişaf ssenarisi onu göstərməkdədir ki, İran Hörmüz boğazından, Hörmüzün yaratdığı imkanlardan uğurla rıçaq kimi istifadə edə bilir və Amerika Birləşmiş Ştatları da güc imkanlarına, bölgədə artan təsirinə baxmayaraq Hörmüz üzərində tam nəzarəti bərpa edə bilməməsi, yalnız ayrı-ayrı hücumlar, ayrı-ayrı qarşıdurmalar fonunda nələrsə etməyə çalışması və yaxud siyasi bəyanatlar verərək Hörmüzün digər sahil boyu Omanı təhdid edilməsi, o cümlədən İranın ünvanına müvafiq təhdidlər və s. Bunlar hamısı istənilən halda yalnız bəyanat olaraq qalır. Yəni, nəticə etibarilə reallıq ondan ibarətdir ki, bugün Hörmüzdə gərginlikdir. Bugün Hörmüzdə İranın ciddi təsir imkanları, çox ciddi təsir imkanları var. Bir neçə ticarət gəmisinə hücum və hətta gəmilərə ciddi xəsarətin yetirilməsi fonunda əminliklə demək olar ki, İran yəni bu məsələdə zarafat etmir və yaxud kimisə qorxutmağa çalışmır, bunu siyasi dildə desək. Və belə olan təqdirdə indiki halda Hörmüz əslində münaqişənin İran, Amerika Birləşmiş Ştatları və İsrail arasında və bugün daha çox ABŞ-İran münaqişəsinə transformasiya etmiş bu gərginlikdə Hörmüz ən uğursuz sözün əsl mənasında və ən ümidverici olmayan düyün nöqtələrindən birinə çevrilib. Sözün əsl mənasında Gordi düyünü. Aha. Bir xəbər diqqətimi çəkdi ki, yaxın şərqdə yaranan gərginlik Hörmüz boğazı və Süveyş kanalından daşımalarla bağlı risklər Çinin Avropaya alternativ ticarət marşrutları axtarışını sürətləndirib. Pekinin diqqət mərkəzində Rusiyanın şimal sahillərindən keçən Şimal Dəniz yolu dayanır. Britaniyanın The Guardian qəzeti yazıb. Ola bilərmi belə bir variant? Əslində, əgər dəniz daşımalarından söhbət gedirsə, əlbəttə ki, bütün versiyalar diqqətə alınmalıdır. O cümlədən də şimal üzərindən daşımalar, amma indiki halda ən etibarlı və ən uğurlu daşımalar dəmir yol daşımaları sayıla bilər. Çünki daşıma qabiliyyətinin artması, dəmir yolların daha təhlükəsiz nisbətən, yəni təbii şərait dəmir yollarını faktik olaraq təhdid etmir dənizlərdən fərqli olaraq. Və üstəlik böyük bir hissənin Çinin özünün ərazisindən keçməsi, bunlar hamısı dəmir yolunu daha alternativsiz bir duruma gətirir və bunlar hamısı elə Azərbaycan da daxil olmaqla orta dəhlizin əhəmiyyətinin artması məzmununu ortaya qoymaqdadır. Təbii ki, indi burada Ermənistan bir balaca prosesləri ləngitdi, həm özünün uyğunsuz siyasi baxışları, müstəqil xarici siyasətinin olunması baxımından daha sonraki dövrdə siyasi məsələlər, seçkilər və s. düşdü. Amma indiki məqamda mən əminəm ki, Çin üçün də, Avropa üçün də daha etibarlı olan daşımalar məhz dəmir yol daşımaları və Cənubi Qafqaz, Azərbaycan üzərindən Zəngəzur dəhlizindən keçəcək o infrastruktur layihələrindən
istifadə etmək ola bilər. Biz bilirik ki, Araqçı da bir müddət öncə açıqlamalar verirdi ki, əslində Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar getmir. Sadəcə olaraq vasitəçilər vasitəsilə mesajlar mübadiləsi prosesi həyata keçirilməkdədir. Bu da danışıqlara zəmin yaratmaq üçün. Amma biz belə bir Trumpın son açıqlamasını gördük ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında heç bir dialoq aparılmır və Truth Social şəbəkəsində yazdı və qeyd elədi ki, hazırda danışıqlar aparılmır və planlaşdırılmır da. Hətta bir qədər sonra belə bir məlumat da gördük ki, Trump administrasiyası rəsmilərinə İranla danışıqları dayandırmaq barədə Trump göstəriş də verdi. Yəni, indiki vəziyyətdə Trumpın belə bir addım atmağını necə dəyərləndirək? İndiki halda xüsusən İslamabad danışıqları da göstərdi, İslamabad prosesləri də göstərdi ki, istər İranın, bilirsiniz ki, İran danışıqlara xüsusi mühafizəkar yanaşır və hər hansı formada danışıqlarda iştirak etməyəcəyini zaman-zaman bəyan edir, amma sonra məlum olur ki, kifayət qədər müəyyən nəticələrə gətirib çıxaran danışıqlar və buna ayrılmış şəxslər mövcuddur. O cümlədən də Amerika Birləşmiş Ştatları zaman-zaman İranın bu xətti ilə hərəkət etməli olur və Amerika Birləşmiş Ştatları da danışıqlardan çəkildiyini, danışıqları dayandırdığını dəfələrlə bəyan edib. İndiki halda mən inanmıram ki, Amerika Birləşmiş Ştatları ilə İran arasında danışıqlar pəncərəsi tam şəkildə bağlansın. Əslində, vasitəçilərlə, vasitəçisiz, onsuz da danışıqları dövlətin rəhbərləri birbaşa ilk andan aparmırlar. Danışıqların yekun nəticəyə gəlib çıxması üçün onsuz da vasitəçilərə ehtiyac var və bu onu göstərir ki, vasitəçilər vasitəsilə məhz dolayısıyla, yəni bilvasitə ortada müəyyən pəncərələr açıqdır və tərəflərin informasiya mübadiləsi bir mənalı şəkildə davam edir. Əgər danışıqlar tükənsəydi, danışıq pəncərələri tükənsəydi, bağlansaydı, artıq biz bugün kövrək də olsa orada bölgədə atəşkasın yox, silahların səsini eşidərdik, atəşkası müşahidə etməzdik. Və bir qədər haşiyədən çıxmaq istəyirəm. Tehran Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu terror aktı hesab edir. Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya mediasına deyib. Bu İran bayrağı altında üzən mülki gəmiyə qəsdən edilən hücum idi. Belə saymaq olarmı? Həqiqətən də terror aktı adlandırmaq olarmı bu hücumu? Əslində bütün bunlarla bağlı istintaqın yekun nəticələrinə əsaslanıb qiymət vermək olar. Çünki ortada açıq qalan bir hüquqi akt var və bu sözün əsl mənasında ortada tələfat var, ziyan var. Bunlar təbii ki, qiymətləndiriləcək, hüquqi cəhətdən qiymətləndirilməsi vacib olan məsələlərdir. Amma Ukrayna tərəfinin açıqlamaları, Ukrayna tərəfinin ilkin təqdim etdiyi məlumatlar həmin gəminin silah daşıdığını və yaxud hərbi məqsədlərlə İrana yardım edildiyini və yaxud İrandan Rusiyaya yardım edildiyini, Ukrayna əleyhinə istifadə olunan müvafiq materiallar və yaxud silah hissələri və s. olduğunu iddia edir. İran tərəfi isə tam mülki xarakterli bir gəmi olduğunu deyir. Yəni, tərəflərin bunlar iddialarıdır. Nəticə olaraq bu terror aktıdırmı, bu qəsddirmi və s. hansı formada qiymətləndiriləcəksə, bunu yalnız istintaqın yekunu qiymət verəcək. Amma maraqlıdır ki, Andrey Sibiqa, Ukraynanın Xarici İşlər Naziri, İranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı zamanı hadisəyə görə üzr istəyib. Bununla belə İran səfiri vurğulayıb ki, Ukrayna dəyən bütün zərəri kompensasiya etməli və onun Amerika Birləşmiş Ştatları və Avropadakı tərəfdarları Kiyevin hərəkətlərinə görə məsuliyyət götürməli və onu məsuliyyətə cəlb etməlidirlər. Kompensasiya ödəniləcəkmi? Necə düşünürsünüz? Əslində, indiki məqamda kompensasiya məsələsində mənim üçün o qədər də inandırıcı gəlmir. Düzdür, danışıqlar, tərəflər arasında yumşaldıcı mesajların verilməsi, amma Ukrayna öz hava məkanında və yaxud yaxın sərhəddi boyu hansısa gəmini və yaxud hansısa hava gəmisini vurmayıb. Təsadüfən açılan atəş deyil. Bu hədəfdir, hədəflənilmiş istiqamətdir. Əvvəllər özlərində bəyan etdikləri kimi kəşfiyyat məlumatlarına əsaslanılan, atılan hərbi addımdır və nəticə etibarilə bir daha deyirəm, bu proses bizdən yalnız nəticələri gözləməyi tələb edir.